Niye ya Əli mədədi deyirsiniz? Dilimə çıban çıxartırsan, Allah sənə kömək olsun. Allah Məhəmməd ya Əli demək olmaz. Sən tək Allah denən. Denən Allah. Ya Əli mədəd demək, ya Zəhra, ya Əbəlfəz demək. Olar ya yox. Mənim imamım, mənim peyğəmbərim, mənim Quranım belə sözlər deyibmi? Allah Teala Yusuf surəsinin 97-ci ayəsində buyurur: "Qalu ya əbana istəğfir lənə zunubənə." Ey bizim atamız, biz xəta etmişik, günah etmişik. Bizim günahımıza görə Allahdan bizim üçün bağışlanmaq dilə. Allah bizi bidətlərdən və nəfsi istəklərə tabe olmaqdan qorusun. Sizlər kimsiz ki, gəlib ya Əli mədəd deyənləri şirk əhli və ya bidət əhli bilirsiniz. Bu blogerdə olan bu fikirlər hardandır və nə məcbur edir ki, Azərbaycanda şiəliyin üstünə gəlindiyi bir zamanda çıxıb belə bir şübhəni ortaya atır. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əccil fərəcəhəm. Bu blogerin təvəssül haqqında şübhəsinə cavab verməmişdən əvvəl mühüm bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Mühüm məsələ budur ki, düşmən cəmiyyətin əqidəsini aradan aparmaqdan ötürü və cəmiyyətin əqidəsində süsləşdirməkdən ötürü müxtəlif metodlardan istifadə edir. Bu metodlardan biri budur ki, saray mollalarını, Vahabi kimlərini, Eyşad Miri kimlərini və bəzən də həmin əqidəyə mənsub olan bir şəxsi cəmiyyət arasında çıxardır və bununla da cəmiyyətin əqidəsini aradan aparmağa çalışır və ya o cəmiyyətin əqidəsində süsləşdirir. Bu blogerin şübhəsi nədir? Deyir ki, nəyə görə ya Əli mədəd deyirsiniz və ya Əli mədəd deməkdə bidət bilir. Təvəssül şiə alimlərinin yekdil qəbul etdiyi bir məsələdir. Şiə əqidəsi altında birinin çıxıb cəmiyyətin içində belə bir şübhəni icad etməsi nə məna kəsb edir və bunun adını nə qoymaq olar? Niyə ya Əli mədədi deyirsiniz? Niyə özünüzə söz gətirirsiniz əlavə? Qayıdıb deyirsiniz, əlhəmdülillah mən müşrikəm. Əlhəmdülillah müşrikəm. Bir mənə yazıb ki, Həzrət Əbəlfəz köməyin olsun. Dilimə çıban çıxartırsan, Allah sənə kömək olsun. Bu blogerdə olan bu fikirlər hardandır və nə məcbur edir ki, Azərbaycanda şiəliyin üstünə gəlindiyi bir zamanda çıxıb belə bir şübhəni ortaya atır. Bu blogerin Vahabilərlə nə fərqi var? Belə şübhələr yalnız düşmənlərə sərf edir. Belə şübhələri ortaya atanlar İslam ümməti arasında ixtilafa və parçalanmaya səbəb olur. Düşmənin metodlarından biri də cəmiyyəti parçalamaq metodudur. Onların prinsiplərindən biri budur ki, parçala, sonra idarə et. Düşmən cəmiyyətləri parçalamaqdan ötürü müxtəlif metodlardan istifadə edir. Bəzən saray mollalarını, Vahabi kimlərini, Eyşad Miri kimlərini özləri yetişdirir, bəzilərini dünya malı ilə satın alır, bəzilərini tələyə salır, sonra isə şantaj edir, bəzilərini də qorxatmaqla ələ alır. Bununla da minbərlərə çıxardır, parçalamaq metodunu istifadə edir. Belələrinin vasitəsi ilə cəmiyyətdə parçalanma və ixtilaf yaradırlar. İndi isə keçək məsələnin digər hissəsinə. Ya Əli mədəd demək, ya Zəhra, ya Əbəlfəz demək. Olar ya yox. Əvvəldə dediyimiz kimi təvəssül şiə alimlərinin arasında yekdilliklə qəbul olunan bir məsələdir. Hətta təvəssül məsələsini əhl-i-sünnə alimləri də qəbul edirlər. Bundan da ən mühümü budur ki, bəndələrini zülmətdən nura çıxardan və bəndələrinin xeyir və zərərini onlardan daha yaxşı bilən Allahın bəndələrinə olan qanunudur. Bu qanun nə üçündür? Bu qanun insanların, bəndələrin Allaha yaxınlaşması üçündür. Allah Teala Madə surəsinin 35-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amanu ittaqullah vebtaqu ileyhil vəsilə. Ey iman gətirənlər, Allaha yaxınlaşmaq üçün vasitələr axtarın. Bu ayədən başa düşdüyümüz kimi təvəssül bəndələrin Allaha yaxınlaşması üçün Allahın təyin etdiyi bir qanundur. Mən də bir bəndə kimi mənə nicat verən qanunla yaşamalıyam və bəndəçilik etməliyəm. Allahın qanunlarından başqa qanunlar da puçdur. Bu bloger deyir ki, ya Əli mədəd demək bidətdir. Allah bizi bidətlərdən və nəfsi istəklərə tabe olmaqdan qorusun. Niyə ya Əli mədədi deyirsiniz? Qardaşım, nə olar sənə 50.000 dəfə deyirlər ki, demə. Mənim imamım, mənim peyğəmbərim, mənim Quranım belə sözlər deyibmi? Allah Teala Yusuf surəsinin 97-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Qalu ya əbana istəğfir lənə zunubənə inna kunna xatiin.
Yusuf əleyhissalamın qardaşları xəta etdikdən sonra öz ataları Yaqub əleyhissalamın yanına gəlirlər və öz atalarına deyirlər ki, ey bizim atamız, biz xəta etmişik, günah etmişik, bizim günahımıza görə Allahdan bizim üçün bağışlanmaq dilər. Yaqub əleyhissalam da Allahın peyğəmbəri, bir ömür şirklə mübarizə aparan peyğəmbər, Yusuf surə 98-ci ayəsində buyurur, Səvfə əstəğfir ləkum Rabbi, innahu huvəl qafurur rahim. Yaqub əleyhissalam deyir ki, mən sonra sizin üçün istiğfar edəcəm, Allahdan sizin üçün bağışlanmaq diləyəcəm. Həqiqətən Allah bağışlayandır və mehribandır. Allah Teala Nisa surəsinin 64-cü ayəsində buyurur, əgər onlar günah etdikləri zaman sənin yanına gəlsəydilər və Allahdan bağışlanmaq diləsəydilər, sən də onlar üçün Allahdan bağışlanmaq diləsəydin, Allahın tövbələri qəbul edən və mehriban olduğunu görərdilər. Bu ayələrdən gördüyümüz kimi bir ömür şirklə, bidətlə mübarizə aparan Allahın peyğəmbərləri bu işi qadağan etməyib və ya Qur'anın özü bu işi qadağan etməyib, Allahın özü bu işi qadağan etməyib. Əksinə Yaqub əleyhissalamın övladları Yaqub əleyhissalamın yanına gələndə və atalarından ya əbana, istəğfir lənə, zunubənə, ey bizim atamız, bizim günahlarımız üçün bağışlanmaq dilə deyəndə Yaqub əleyhissalam demədi ki, ey mənim övladlarım, siz şirk etmişsiniz, sizin bu işiniz bidətdir. Əksinə Yaqub əleyhissalam övladlarına buyurur, mən sonra Rəbbimdən sizin günahlarınızın bağışlanmasını istəyəcəm. Yaqub əleyhissalam övladlarının bu işini təsdiq edir. Təvəssül Allahın qanunu olduğu halda, ey Vahabilər və ey bu işi bidət bilən bloger, sizlər kimsiz ki, gəlib ya Əli mədəd deyənləri şirk əhli və ya bidət əhli bilirsiniz. Vahabilər və bu bloger bilsin ki, təvəssül məsələsində şübhə yaratmaq Allahın qanunlarına qarşı müxalifətçilikdir. Allahın dini ilə düşmənçilikdir. Təvəssüldə şübhə yaratmaq insaniyyətə xəyanətdir. Və bu iş şeytani bir işdir. Təvəssül bəndələrin Allaha yaxınlaşması üçün Allahın qanunudur. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.